Vallahi problemlerimiz həll olunmayacaq. Narahatlığımız ortadan qalxmayacaq. Halımız dəyişməyəcək. Namazlarımızda səbat etmədiyimiz müddətcə. Bu hansı yaşam tərzidir? Vallahi bir insanın halı doğru istiqamətdə olmayacaq. Namazında dürüst olmadığı müddətcə. Vallahi Allaha səni yaxınlaşdıracaq olan namazdan daha sevimli bir əməl yoxdur. Resulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Salih əməllərdən gücünü çatan qədərini edin və bilin ki, ən xeyirlisi namazdır. Namazın dosdoğru olmadığı müddətcə nə oruc, nə həc, nə zəkat, nə də başqa salih əməl sənə fayda verməyəcək. Qullardan qiyamət günü ilk soruşulacaq şey namazdır. Əgər namazları dosdoğru isə Allah onun əməl dəftərinə baxmağa davam edəcək. Əgər dosdoğru deyilsə, Allah Subhanahu Teala Quran-ı Kərimində belə buyurur. Onların işlədiyi hər əməli sovrulmuş toz halına çevirərik. Və Allah Subhanahu Teala bir ayədə də belə buyurur. Onlardan sonra namazı tərk edib şəhvətlərinə uyan bir nəsil gəldi. Onlar bu azğınlıqlarının qarşılığını görəcəklər. Resulullah sallallahu aleyhi ve selleme bu ayə nazil olduqda belə buyurdu. Ey Cəbrail, ümmətin namazı tərk edəcəkmi? Cəbrail aleyhisselam dedi ki, bəli ya Muhammed, zamanın sonuna doğru ümmətindən bir qrup namazı vaxtı bitənədək tərk edəcəklər və şəhvətlərinə uyacaqlar. Bu səbəblə namaz tərk edildi, haram olan əməllər işləndi. Əgər namazlarınızda dürüst olmasaq, fəzilət sahibi ola bilərikmi? Namazlarınız deyilmi bizi günah əməllərdən qoruyan? 7 qat səmadan əmr edilmiş namazın Allah nəzdindəki yerini və böyüklüyünü bilməyin sənə kifayət etmirmi? Peyğəmbərinə Allah Subhanahu Teala gündə 50 vaxt namaz əmr etmişdir. Sonra sayı 5'e indirildi. Amma 50 vaxt namazın əcri eyni şəkildə qaldı. Əcri 50 vaxta bərabər olan namaz. Namaz nurdur. Qaranlıqdan necə gedə bilərsən? Çox kəslər yaşadıkları sıxıntılardan bəhs edirlər. Vallahi onların şifası namaz qılanların safına qoşulmaqdır. Gənclər hər yerdə faciələrlə qarşılaşmaqdadırlar. Onların şifası bağışlayan Allaha tövbə edib namaz qılanların safına qoşulmaqdır. Uca Allah belə buyurur. Onlar dirildiləcəklərini zənn etmirlərmi? Vallahi qəlblər diri olduğu müddətcə itirdiklərinə görə peşman olacaqlar. Dünya sevgisindən sərxoş olan kəs, bəs nə zaman oyanacaqsan? Nə zaman namaz qılanların səfinə qoşulacaqsan? Nə zaman?